Bir ilə yaxın olar ki, mən qapının hər bir incəliyini göstərəndə sulu şpaklovka, maşın qruntu, maşın rezini falan, ümumiyyətlə, yəni hər bir incəliyini göstərəndə ustalar üstümə düşmüşdü ki, niyə belə şeyləri çəkirsən, niyə eləyirsən, niyə müştərilərin gözünü açırsan falan, amma o da hər bir, bütün videolar bir taktika idi, yəni müştəri toplamaq taktikası. İndi kim necə istəyir o özü bilər. Amma mən bütün işlədiyimi, sistemi, bütün nə işləmişsə onu çəkib göstərdim, amma bugün bir ildən sonra, indi bir ilə yaxın keçib də, bugün baxıram həmin mənə yazan adamlar ki, niyə çəkirsən, niyə eləyirsən, özləri başlayıb, grunt belə getdi, sulu şpaklovka belə getdi. Düzdür, mən o işlərdən önce uzağam, inşallah ki, daha da uzaqlaşdıraram özümü, yəni o qapıdan, darvazadan. Bu günlərimdə mən münasib yığdım polkanı, mənə deyirlər ki, qiyməti niyə öldürürsən? Halbuki heç öldürməmişim, yəni normal, stabil qiymətdir. Kimsə deyir, mən onu 150 manat yox, 300 manata yığaram. Halbuki onu o 4 dənə, 5 dənə eyni sifarişdən gəlsə, bəlkə də məndən də ucuz götürər. Yəni, məsələ bilirsiniz nədir? Mən nə anladım? Mən nə çəksəm də, mən nə satsam da, əgər mənim satışım, mənim işim çoxalsa, oradan bir çəpə tapacaqlar ki, sən filan şey eləyirsən deyə sənin satışın çoxdur. Sən filan şey eləyirsən deyə yanlış, sən bütün ustaların işini öldürürsən, nə bilim, və yaxud bütün ustaların işi çətinləşdirirsən. Yəni, bir pricina tapacaqlar ki, sənin bu günlər bilə ki, baha götür də, məsəl üçün, 150 ucuzdur. Halbuki özünə gəlsə 150-yə götürər. Onun baha götürmək səbəbi özünə işi çatmır deyə yox. O işi mən götürürəm deyir. Yəni, mən götürməyim tək. Yəni, baha deyim, işi götürməyim. Məsələ odur. Ona görə siz də çəkməyə başlayanda inanın ki, bunlar hamısı başınıza gələcək. Bunu gözləyin, sonra başlayın çəkilişə.